verəcək. Boş, sevinəcək. Gəlib səni öpəcək, qucaqlayacaq, deyəcək, sağ qurban olaram. Mənim həyatımda ancaq sən varsan, zat belə söhbətlər satlar. Sonra bir həftə sonra qayıdacaq ki, bu balaca bacım ərə gedir, onun cehizlərinə kömək elə. Sən də deyərsən, az məndə pul var, hamısını xərclədim də. Bu o gün sana xərcləmişdim, eləmişdim, hədiyyə zad eləmişdim. Bax onda başlayacaq arvad səndən söhbət eləməyə ki, hə, bə nə oldu? Bə belə deyirdin. Başa düşdün, ona görə, qaqa, bu İbrahim Tatlıses elə belə oxumayıb, ana mahnısını, başa düşdün? Ana, əziz ana. Görsən, mən deməmişəm ki, bunu məndən əvvəl deyiblər. Ona görə sən qoysan, biraz diqqətli ol. İndi nə deyirsən, mən bu aparım bu gülləri qaytarım və arvadımın 8 manatını təbrik eləməyim? Elə, təbrik eləməlisən. Niyə eləmirsən? Arvad sənin üçün əziz adamdır. Sabah bu uşağın olacaq, uşağın böyüyəcək, gedəcək Moskvada qız dalınca, sana qalan arvad olacaq. Niyə eləmirsən? Eləməlisən də. Onda mənə bax, qardaş. Sən işimi biraz tez bitir, arvadım işdən gəlir, boşva dönərəm sən. Yaxşı? Buraları tez bəzəyək, qəşəng də bəzəyək. Gəlir işlər. Arvadım. Sən nə arvad ağız adamsan, sənə 2 saatdır söz deyirəm burada.